Ya Allah, salam aleykum, əziz Həzrətəli Dini Dükanının izləyiciləri. Bugün sizə əqiq üzüklərin mənalarını təqdim edirik. Qırmızı əqiq üzük gördüyünüz kimi bunun mənası enerji, canlılıq, güc və qoruma enerjisi verir. Psixoloji təsiri hərəkətliliyi artırır, qorxu və mənfi enerjidən müdafiə edir. Mənası cəsarət, motivasiya və uğur, fiziki qüvvət. Qara əqiq enerji, qoruma və mənfi enerjidən müdafiə edir. Psixoloji təsiri, negativ təsirləri uzaqlaşdırır, qoruyucu rol oynayır. Mənası qoruma, güc və sabitlik. Mavi əqiq üzük enerji, sakitlik, kombinasiya və həssaslıq. Psixoloji təsiri söhbət bacarığını artırır, sinir sistemini sakitləşdirir. Yaşıl əqiq üzük isə enerji, harmoniya və sakitlik enerjisi, psixoloji təsir stresi azaldır, emosional tarazlığı dəstəkləyir. Mənası sağlamlıq, böyümə, tarazlıq və həyat enerjisi. Sarı əqiqin mənası enerji, zəkayı, təfəkkürü və özünə inamı gücləndirir. Psixoloji təsiri konsentrasiya və yaradıcılığı artırır. Mənası uğur, zəka, maliyyə rifahı. Ağ əqiq, ağ şəffaf əqiq enerji, ruhani təmizləmə və balans, psixoloji təsir, aydın düşüncə, harmonik enerji axını yaradır. Mənası şəffaflıq, saflıq, mənəvi tarazlıq.